Salam değerli şagirdlər və valideynlər. Bugünkü mövzumuz 5-ci riyaziyyat dərsliyində konkurent bucaqlar, bucağın təməlini və ona aid çalışmalardır. Bu tip videoların davamı üçün kanala abunə ola bilərsiniz. Başlayırıq araşdırma və müzakirə hissəsindən. Deməli, anar qırmızı kağızdan 3 bucaq kəsdi. Sonra o bu fiquru mavi kağız üzərində qoyub tərəfləri boyunca başqa bir 3 bucaq kəsdi. Anar mavi 3 bucağı güzgü əksli kimi çevirib qırmızı 3 bucaqla yanaşı qoydu və alınan 3 bucağı ABC adlandırdı. COB və COA3 bucaqlarının bucaqlar və tərəflərinin bərabərliyi haqqında nə demək olar? Şərtlər deməli, burada görürük ki, bu tərəfdə bərabərdir. Yəni, bura 90 dərəcədirsə, bura 90 dərəcədir. Sonra hündürlük bərabərdir. Və bərabərliyin də yarıya böldüyü necə əsaslandırmaq olar? Baxın, bu hissədən qatlasaq, AB ilə üst-üstə düşsə, bərabər olduğunu müəyyən etmək olar. Öyrənmə hissəsinə baxırıq, konkurent bucaqlar. İki müstəvi fiquru tam olaraq üst-üstə düşməklə bir-birinin üzərinə qoymaq olarsa, bu fiqurlar konkurent fiqurlar adlanır. Məsələn, F fiquru döndərib T fiquru üzərinə qoyduqda onlar tam üstə düşür. Şəklə baxsa, sadə qərb istiqamətində F-i çeviriblər və T ilə üst-üstə düşür. Və bu simvol olaraq da bərabər üstünə dalğa işarəsi ilə əks olunur. Digər ölçüləri bərabər olan bucaqlar konkurent bucaqlar adlanır. Burada fikir versəz 30 dərəcədir. Onu da sadə qərb istiqamətində fırladıblar. Yenə də bucaq 30 dərəcə olub. Çalışma hissəsinə baxırıq. Deməli, 2 cüt konkurent bucaq verilib. Bu bucaqları tapın və yazın. Deməli, konkurent bucaqlarımız bizim. Bu da iti bucaqdır. Daha doğrusu bu kör bucaqdır. Növbəti iti bucaqdır. Kör, iti, kör və iti. Deməli, bizim iti bucaqlarımız bucaq A, B, C konkurentdir. Körlər ilə tapaq. Bucaq K, L, P ilə. Sonra bucaq D, Y, F konkurentdir. Bucaq M, O, N ilə. Növbəti. İkinci suala baxırıq. Transport dərəcədən istifadə etməklə verilmiş bucaqların dərəcə ölçülərini müəyyən edin və onlara konkret bucaqlar çəkin. Şagirdlər, siz transporteri buradan qoyursunuz belə. Burası 0 olur, bura 180 dərəcə dəftərinizin üzərinə. Sonra bu kəsişən hissə, bura O düşür. Bu C düz xətdir. Neçədə kəsişirsə, məsələn, bura olsun 45 dərəcə. Yəni, bura 45 dərəcədirsə, siz buna oxşar başqa bir bucaq çəkirsiniz. Məsələn, sadə qələmin əks istiqamətdə ola bilər ya da bu istiqamət bir balaca istiqamətini aşağı çəkə bilər. Belə də ola bilər. Sonra bunu da eyni qayda ilə transporter vasitəsilə gətirirsiniz. Transporter belə. Bura 0 olur. 0-180 dərəcə. Yəni, bura mərkəz olur. Sonra bu da haradasa 95 dərəcə götürsək biz buranı, öz dəftərinizdə dəqiq çəkib görə bilərsiniz. 95 dərəcə götürsək, buna oxşar, baxın, belə çəkmək olar, oxşar. Məsələn, bunu işarələsəz L, O, M ilə, onda yazacaqsınız ki, bucaq D, O, P konkurentdir, bucaq L, O, M ilə. Üçüncü deməli, çalışmaya baxırıq. Doğru fikirləri müəyyən edin və əsaslandırın. Bütün düz bucaqlar konkurentdir. Fikir doğrudur, çünki bütün düz bucaqların dərəcə ölçüləri bərabər olduğu üçün 90 dərəcəyə bərabərdir deyir. İndi A variantında bütün iti bucaqlar konkurentdir. Şagirdlər, fikir səhvdir. Özünüzdən nümunə gətirə bilərsiniz. Məsələn, yaza bilərsiniz ki, 60 dərəcə və 30 dərəcə iti bucaqlardır, lakin dərəcə ölçüləri fərqli olduğundan konkurent deyirlər. Sonra B variantında bütün bərabər tərəfli üç bucaqlar konkurentdir. Bu da səhvdir. Yazacaqsınız fikir səhvdir. Niyə? Bir dəqiqə ağ səhifə açım. Deməli, B variantında yazırsınız ki, səhvdir. Məsələn, 3 bucaq çəkə bilərsiniz ki, bu da bərabər tərəflidir. 6, 6 və 6. Bir dənə də başqa 3 bucaq çəkirəm. Burada 8, 8, 8. Və görəcəksiniz ki, buradan
deyə bilərsiniz ki, tərəfləri birində 6-dır, birində 8 sm olan bərabər tərəfli üçbucaqlar tərəflər bərabər olsa da bir-birləri ilə bərabər olmadığından konkruyent deyirlər. Sonra C variantına baxırıq. Bütün çorbucaqlar konkruyentdir. Yenə fikir səhvdir. Niyə? Yazırsınız ki, məsələn, 100 dərəcə və 110 dərəcə çorbucaq olsalar da dərəcə ölçüləri fərqli olduğundan konkruyent deyil. Belə. Sonra bütün açıq bucaqlar konkruyentdir. Bəli, bütün açıq bucaqlar konkruyentdir. Bu fikir doğrudur. Çünki yazırsınız ki, bütün açıq bucaqların dərəcə ölçüsü bərabər olduğu üçün, yəni 190 dərəcəyə bərabər olduğu üçün konkruyentdir. Məsələn, burada yuxarıdakı bunu köçürərsiniz. Dərəcə ölçüsünə 180 dərəcə yazarsınız ki, buna görə də fikir doğrudur. Dördüncü çalışmaya baxırıq. Deməli, ROB və CSM açıq bucaqlardır. Konkruyent bucaqları müəyyən edin. Baxın, bu hissə nə qədərdir ümumi? 95-in üstə 12 gəlirik, eləyir 107 dərəcə. Bu hissə nəyə bərabərdir? 180 dərəcə olmalıdır. Onda 180-dən 107 çıxırıq. Bura 73 dərəcə alınır. Burada 32 63'dür. Burada 73 ise bura nə qədər olmalıdır? 103 dərəcə. Daha doğrusu 107 dərəcə olmalıdır. Şərhlər buradan deməli bir daha düzəldim bunu. Buradan konkruyent hansı olacaq? Baxırıq, deməli 73 dərəcə hardaydı? Bir də buradaydı da. Onda biz yazırıq 4-cü suala. Deməli 4-cü sual. Bucaq A, O, R konkruyentdir. Bucaq P, S, M-lə. Sonra burada 12 dərəcə var. Görürük ki, artıq 12 dərəcə yoxdur. 95 dərəcə. Aha, bura diqqət eləsəyiz şagirdlər. Görəcəksiniz ki, ümumi bura nə qədər? 95 dərəcədir də. Onda biz yazırıq ki, 95 dərəcəyə görə bucaq, buradan götürürük bu bucağın özünü. Baxın, bunu götürürük. Deməli, D, O, B konkruyentdir. Bucaq K, Y, bucaq K, Y, F. Sonra gəlirik deməli. Bura görürük ki, 95 tapdıq. Artıq qaldı 107 də. 107 hansı oldu? Bir bura, bir də burada CSP. Yazırıq bucaq. Deməli D, O, B konkruyentdir. Bucaq CSP ilə. Sonra 5-ci çalışmaya baxırıq. Deməli, şəkildə AOB bucağı açıq bucaqdır. AON ilə BOM konkruyentdir. Aha. Deməli, AON və BOM bucaqların dərəcə ölçüsünü tapın. Uşaqlar, biz buranı bilmədiyimiz üçün bura X yazırıq. Bu 90 dərəcədir də, özləri verir. Bura 90 dərəcədir. Ümumi nə qədər olmalıdır? Ümumi 180 dərəcə. Yəni, X üstəgəlsin 90 üstəgəlsin X bərabərdir 180. Dəyişənlər burada X-dir də. Onları bir toplayırıq, 2X yazırıq. 2X üstəgəlsin 90 bərabərdir 180 dərəcə. Sonra biz hər tərəfdən çıxırıq 90. Hər tərəfdən 90 çıxanda bura 2X qalır. 180-dən 90 çıxanda 90 dərəcə qalır. Sonra da hər tərəf X-ə böləndə, 2-yə böləndə X bərabərdir 45 dərəcə. Deməli, AON yazırsınız. Bucaq AON bərabərdir bucaq BOM. O da bərabərdir 45 dərəcə. Bucağın tən böləni. Bucağın təpə nöqtəsindən çıxan və onun iki konkruyent bucağa, yəni bərabər bucağa ayıran şüaya bucağın tən böləni deyilir.
Adı üstündə olduğu üçün tənbülən, yəni yarıya bölür. İndi baxın, burada fikirləşsə də deyir ki, kör bucağın tənbüləni onu iki bucağa ayırır. Fikri doğrudurmu? Ən böyük kör bucaq, yəni natural ədəd, tam ədəd olsa 179-dur. Onu 2-yə böləcək, alınacaq 80, deməli 9,5 dərəcə. Ya da ən kiçik kör bucaq 91 götürsək 2-yə böləndə 45,5 dərəcə. Həqiqətən də iti bucaq alınır. 6-cı çalışmaya baxırıq. Şəkillərə əsasən konkret bucaqları və tənbüləni müəyyən edin. Deməli, nümunədə verilib MOT-də hansı bucaqlar bərabərdir onu göstərib, bir də onu bölən xətti göstərib, yəni OP şüasını göstərib. İndi burada yəqin ki, bu olmalıydı. 45, bura 44. Ya burada 44 olacaq, ya da burada 45 olacaq. İndi bilmirəm, sizin kitabınıza necə düşüb. O zaman biz deməli bir dəqiqə bunu ayıraq. Deməli şərtlər. Birincidə A variantında tutaq ki, 45 verilibsə, siz yazırsınız ki, əgər 45-44 verilibsə, burada tənbülən yoxdur. Əgər 45-45 və ya da 44-44 verilibsə, tənbülən var. O zaman yazırsınız, bucaq A, R, B bərabərdir. Bucaq C, R, B. Və yazırsınız ki, bu konkurent yaza bilərsiniz. Yazırsınız ki, sonra da CR şüası bucaq A, R, B'nin tənbölənidir. Bu A variantı idi. Sonra B variantına baxırıq. B variantında burada görürük ki, hansı bucaqlar bərabər olub? Bucaq K, Q, M konkurentdir. Bucaq L, Q, M-lə. Oradan da L, Q şüası deməli, bucaq K, Q, M-in tənbölənidir. Sonra C variantına baxırıq. Burada C variantında tənbölənlər çoxdur əslində. Deməli, birinci, baxın, bunun özü, məsələn, bu C-yi buradan götürsək, yazırıq bucaq D, S, Y konkurentdir. Bucaq E, S, F-ə 35 dərəcədir də. Və buradan S, Y şüası bucaq D, S, F'in tənböləni olur. Sonra bucaq deməli Y, S, F konkurent olur. Bucaq bucaq F, S, K ilə. Buradan da S, F şüası. Baxın bu tərəfin şey. Bucaq Y, S, K-nın tənbölənidir. Konkurentə qalsa uşaqlar, burada bu hissə də, baxın, burayı rənglədiyim hissə ilə bu hissə də bərabər olduğundan, burada konkurentdə, onda əlavə yazırıq. Bucaq D, Y, S konkurentdir. Bucaq F, S, K ilə. Keçirik 7-ci suala. A, O, M, M, E, O, S, S, O, N və bucaq N, O, B, bunlar hamısı konkurent olarsa, çeşitlə əsasən hansı şüanın, hansı bucağın tənböləni olduğunu müəyyən edin. O, S şüası hansı bucaqların tənbölənidir. Şərtlər bunu şifahi deyəcəm, özünüz yazın.
Deməli, burada hamısı bərabərdir də. Onda OM şüası bucaq, deməli, AOC-nin tənbölənidir. Bura M yazıram. AOC-nin tənböləni, deməli, MO-dur. Sonra bucaq, baxın bu S, bunun özü də yarıya ayrılır burada. Deməli, onda bucaq M, O-N-in tənböləni də S-dir də, bu S-dir. Bu S-in uşaqlar özü buranda ayırır ikiyə, baxın. Bu tərəfi də ayırır da ikiyə. Diqqətli olsaq görəcəyik ki, onda yəni bu özünün də bir dəfə bu böyük bucağın tənböləni bucaq, AOB-nin tənböləni də OC-dir. Sonra baxın bu ON nədir? ON də baxın buranı ayırır da. Onda bucaq COB-nin tənböləni də nədir? ON. Buradan şərtlər MO şüası AOC bucağın tənböləni bu formada yaza bilərsiniz. Məsələn, OM AOC-dir. CO həm deməli AOM-indir, bir dəfə buranındır bu tənbölən. Elə bir də MON-indir. Belə qeyd edərsiniz. Məsələ həllərinə keçirik. DSK və YSF bucaqların tənbölənlərinin üst-üzə düşdüyünü necə əsaslandıra bilərsiniz? Deməli, bucağın kongruent olduğunu əsaslandırmaq üçün onu qatlayıb üst-üstə qoya bilərik. Məsələn, buradan belə biz qatlasaq, bura 34 idisə olacaq 17, burada olacaq 17. 25'lər də o zaman üst-üstə düşəcək. Yəni biz 34-ü yarıya bölməklə bura 17-dirsə, baxın bura bu 17 ilə 25 neçə olacaq? 17 üstə gəlsin 25 42 olacaq da. Deməli, yarıya bölsək hər tərəfə 42 düşəcək. Bu formada əsaslandıra bilərik. 9. Bilyard şarı divara dəydiyi bucağa bərabər bucaq altında geri qayıdır. CDY bucağının açıq bucaq olduğunu bilərək X-i tapın. Baxın, bura CDY belə bir bucaqdır. Aha, bura 60'dır. Burada 60'dır. X nəyə bərabərdir? Şöyle yazırsınız ki 60 üstə gəlsin, X üstə gəlsin 60. Açıq bucağın biz 180 dərəcə olduğunu bilirik. X üstə gəlsin. 60 üstə 60 gələndə 120 bərabərdir 180. Hər tərəfindən də 120 çıxanda 180 çıx 120 bərabərdir 60. Deməli, X buradan elədi 60 dərəcə. Konkurent bucaqları və tənbölənləri müəyyən edin. Deməli, şərtlər. Konkurent bucaqlar hansı olur? Bucaq deməli, C, D, B konkurentdir. Bucaq B, D, A-ya. O da konkurentdir bucaq A, D, Y-ya. Tənbölənlər də deməli DB şüası buranın tənbölənidir. Burada 60'dır, burada 60'dır. DB şüası nəyin tənböləni oldu? CDA-nın. Sonra buradan da DA şüası nəyin tənböləni oldu? DA şüası da YD ya da BD Y-nin tənböləni oldu. 10-cu çalışmaya baxırıq. OC şüası AOB bucağını 2 bərabər hissəyə bölür. Baxın, burada bərabər olub. Burada bərabər olub. OM və ON şüaları uyğun olaraq AOC və COB bucaqlarının tənbölənidir. Aha. Deməli, AOB 160'dır. Ümumi bura 160'dırsa şərtlər əvvəl buradan bölüb də. Bu bölübsə, bura nə qədər düşüb? 80. Bura 80'dir, onda burada 80'dir. Və OM, məsələn, bu OM buranın tənbölənidirsə, deməli, bura 40 dərəcədir, burada 40 dərəcədir də. ON-də COB-nin tənbölənidirsə, o 80 burada bölünür, burada da bölünür, 40 dərəcə olur. Deməli, MON bucağın dərəcə ölçüsünü tapın. Buranı tapın soruşur. Burası 40'dır, burası da 40'dır, yəni 40 dərəcə üstə gəlsin 40 dərəcə bərabərdir 80 dərəcə. 11-ci çalışmaya baxırıq. Lazer şüasında bir nöqtədən çıxan lazer şüaları şəklindəki kimi görünür? YO. Baxın, YO. Şüası AB düz xəttinə perpendikulyardır. Bura perpendikulyardır şərtlər. Bunu diqqət edin.
Yəni 90 dərəcədir. E, Y şüası, A'ya baxırıq, hansı bucaq konkurent bucaqlardır. Burada baxın 90-dır da, bura 30-dur, bura 45-dir, da bura nə qədər olacaq? 90-dan 30 və 45-in cəmini çıxsa, bura qalacaq 15 dərəcə. Onda burada 15 dərəcədir. Burada konkurent bucaqları soruşur, yəni bərabər bucaqları soruşur. Onda deməli bucaq A, baxın 15-ləri bir yazırıq. A, O, S konkurentdir. Bucaq, bir dənə ağ lövhədə yazım, daha yaxşı başa düşün. Deməli 11-də A variantı. Konkurentlər bucaq A, O, S konkurentdir. Bucaq N, O, B ilə. Sonra 45 dərəcə. Bucaq C, O, D konkurentdir. Bucaq N, O, M-lə. Sonra 30 dərəcə olan bucaq D, O, Y konkurentdir. Bucaq deməli Y, O, M-lə olur. Sonra D variantı O, Y şüası hansı bucaqların tənbölənidir? Burada O, Y şüasını görürük. Deməli hansı bucaqların tənbölənidir? Bir dəfə fikir, buradan açıq bucağın tənbölənidir. Baxın. Bir dəfə görürsünüz, buradan açıq bucağın tənböləni gəlir. Onda B variantında yazırsınız ki, Y, O şüası bucaq A, O, B. Sonra fikir verin C, O, N-ində. Bucaq C, O, N. Sonra D, O, M. Bucaq D, O, M-in tənbölənidir. Tənbölənidir. Növbəti sualımız C. Başqa hansı şüalar tənböləndir? Bu şüalar hansı bucaqların tənbölənidir? Deməli, C variantına da baxırıq ki, başqa buradan başqa hansı şüalar tənböləndir? Deməli, burada 15, 45 alınır. Bu 45, 30. Başqa hansı şüalar? Buranın başqa rəngdən işarələyim, qarışdırmayaq şərhçilər. Baxın burada. Bu M10-u götürəndə bura 60 dərəcə eləyir, 30-30. Burada 15 ilə 40 da 60 dərəcə eləyir də. Onda bura yazıram bucaq. Daha doğrusu M, O şüası bucaq Y, O, daha doğrusu D, O, D, O, B'nin buradan da eyni qayda ilə deməli D buradan şərhlər üzr sayın. Deməli buradan bucaq M-O əslində düz gəlirdi elə. Bucaq M-O, D-O-B-nin D-O isə üstünə o qədər yazdıq ki, artıq görünmür. Misal. Baxın, bu D-O isə burada 60-dır, burada 60-dır da. D-O şüası isə deməli bucaq A-O M-in tənbölənlərdir. Növbəti sualımız. 12-ci məsələ. Samir kalka kağızında A-O-B bucağını çəkdi. O kalka kağızını elə qatladı ki, A-O və O-B şüaları üst-üstə düşsün. Samir kağızı yenidən açıb qatlanmış yerdə xətt çəkdi və xətti adlandırdı. Onun fikrincə necə əsaslandıra bilərsiniz? Deməli, şagirdlər, onun fikrini necə əsaslandırmaq olar? O bir xətt çəkdi, tam ortadan keçdi də və deyir ki, üst-üstə düşdü. Əgər üst-üstə düşdüsə, deməli, bu ortadakı xətt tənbölən oldu. Burada yazırsınız ki, O, E tənböləndir. Tənbölən, yəni şüadır. O, L şüası A, O, B-ni
təm böldüyündən dolayı, yarıya böldüyündən dolayı deməli A, O, M-dən A, B, O, M bunlar artıq konqruent olur. Yəni buradakı bucaqlar məsələn çor bucaqdır elə. Bu çor bucaq bu çor bucağa bərabərdir. Yəni daxildəki bucaqlar bir-birinə bərabərdir. Məsələn, bura tutaq ki, əsaslandırmaq lazım gəlsə, bura 45 dərəcə olardısa, bura 135 dərəcə olardı. Onda burada 135 dərəcə olardı. Deməli 135 dərəcə bir-birinə bərabər olduğundan bucaq A, M-lə B, O, M də bərabər olacaq. Yəni bunları necə əsaslandırmaq lazım gəlsə, birinci qeyd edirsiniz ki, təm bölür. Təm böldüyündən dolayı içəri iti bucaqlar bir-birinə bərabər olduğundan ona qonşu olan xarici, ona qonşu olan kör bucaqlar da bir-birinə bərabər olacaq. 13-cü məsələyə baxırıq. OD şüası SOK bucağının OD deməli OK şüası isə DOL bucağının təm böləndir. Deməli, lalənin təm böləndir. Fikri doğrulduğumu fikrinizi izah edin. Deyir ki, SOL, burada SOD-ni, o SOD-ni KOL-lə konkurent olduğunu deyir. Bəzi şagirdlər, məsələn, biz indi bilmirik də bucaq dərəcələr neçədir. X-lə götürsək, bura X-dir, burada X-dir. Çünki deyirək, bunlar OD şüası 2 hissəyə ayırırdı. O K-da 2 yarıya ayırır. Bura X onda, burada X olacaq. Onda bu SOD ilə KOL-in konkurent olmağı fikri doğru fikirdir. Bunu yazırsınız ki, doğrudur. Dəyişən verməklə fikrinizi izah edə bilərsiniz. Sonra SOL 84 dərəcədir. Ümumi bunlar 84-dür. Burada 3 dənə X var da. X üstəcənsin, X üstəcənsin, X bərabərdir 84. 3X bərabərdir 84. X də bərabərdir 84-ü 3-ə bölürük. Deməli, 84-ü 3-ə böləndə cavab edir 28. Burada KOL bucağın dərəcə ölçüsünü soruşur. X də bərabərdir 28. Növbəti səhifə, növbəti videoda olacaq. Bura qədər izlədinizsə kanala abunə ola bilərsiniz.